Buz qoymaq babasili müalicədir. Mif. Buz qoymaq babasili qətiyyən müalicə etmir, yalnız müvəqqəti olaraq şişkinliyi azalda bilər. Uzun müddət davam edən qəbizlik babasil riskini artırır. Tamamilə doğrudur. Pasientlərimiz arasında babasil xəstəliyi daha çox qəbizlikdən əziyyət çəkən insanlarda olur. Babasil müalicəsi yalnız əməliyyatdır. Doğru. Babasil xəstəliyi yalnız cərrahi yolla aradan qaldırılır. Anal nahiyədən gələn hər qanaxma babasil əlamətidir. Mif. Anal qanaxmaya müxtəlif xəstəliklər səbəb ola bilər. Ona görə də əməliyyatdan öncə kolonoskopiya etmək məsləhətdir. Lazer hər babasil xəstəsi üçün ən yaxşı müalicə üsulu deyil. Mif. Lazer cərrahiyyəsi istənilən növ və dərəcədə olan babasil xəstəliyinin effektiv müalicə üsuludur. Babasil vaxtında müalicə olunmazsa irəliləyə bilir. Tamamilə doğru. Babasil xəstəliyi bir dəfə yaranırsa, getdikcə böyüyür və daha irəli dərəcələrə gəlir.